Deməli, dostlar, bugün nədən danışmaq istəyirəm? Bir neçə gündür bu hökumət mediası, bu Əliyevin troll dəstəsi belə bir xəbər tirajlayırlar ki, güya Azərbaycan hakimiyyəti Avropada yaşayan bir sıra blogerlərin deportasiyasına nail olacaq, güya ekstradisiya olunacaq. Güya hansısa bir yeni hüquqi bir əsaslar tapıblar. Güya Avropada hansısa bir qanunlar dəyişib və bundan istifadə edən Azərbaycan hakimiyyəti bir sıra blogerlər, Qabil Məmmədovdur, Məhəmməd Mirzəlidir, Tural Sadıqlıdır, digərlərini güya Azərbaycana gətirir. Bu sadəcə olaraq propagandanın bir hissəsidir və bu propaganda Avropada yaşayan siyasi mühacirləri, ümumiyyətlə Avropada yaşayan insanları qorxuzmaq məqsədi daşıyır. İlham Əliyev hesab edir ki, Azərbaycanda medianı susturub, Azərbaycanda insanları susturub, Azərbaycanda jurnalistləri həbsə atıb. Bu dəqiqə hazırda Azərbaycan həbsxanalarında 40-dan artıq jurnalist var və onlardan da 9 nəfəri xanım jurnalistdir, bilirsiniz. Abzas medianı bağlayıblar, Toplum TV-ni bağlayıblar, Meydan TV-ni bağlayıblar, bütün redaksiya heyətini tutublar, Azadlıq Radiosunu bağlayıblar. İndi də BBC-nin heyətinin üzərinə düşüblər. Bugün görürəm ki, BBC haqqında Azərbaycan hökuməti media adında bir qurum yaradıblar. Həmin qurum BBC-nin əməkdaşları ilə bağlı bəyanat yayıb. Bu Əliyev Azərbaycan daxilində tənqidləri susturduğunu, jurnalistlərin susturduğunu düşünür. İndi də aktiv şəkildə Avropadakıları susturmağa çalışır. Həmişə çalışır Avropadakıları susturmağa. Bax, Vidadi İskəndərliyin qətlə yetirib. Vüqar Rızanı qətlə yetirib. Bayram Məmmədovu qətlə yetirib. Hüseyin Bakıxanovu qətlə yetirib. Məhəmməd Mirzəlini döydürüb. Qabil Məmmədovu döydürüb və başqa Orxan Ağayevi döydürüb və digərlər. Bu dəqiqə Məhəmməd Mirzəlini döyən şəxslərlə bağlı Fransa məhkəməsində iş gedir, cinayət işi gedir, 7 nəfərdən yuxarı adam həbs olunub və İstintaq dövründə, məhkəmə dövründə məlum olub ki, bu adamlar Azərbaycan hakimiyyəti göndərir. Bu gün 2 Azərbaycanlı barədə ayın 29-da New York məhkəməsi qərar çıxarıb. Orada Azərbaycan əsilli İran jurnalistini öldürmək istəyiblər. Eyni dəstənin üzvləri də burada Məhəmməd Mirzəliyə hücum etmişdir. Eyni dəstədir. Eyni dəstədir. Məqsəd hamını susturmaqdır. İlham Əliyev hesab edir ki, hamını susturacaq. Amma elə deyil. Heç bir hüquqi yolla, heç bir blogeri İlham Əliyev Azərbaycana ekstradisiya eləyə bilməz. Çünki bu blogerlərin hər biri siyasi təqiblər üzündən Azərbaycanı tərk etməsi ilə bağlı Avropa müxtəlif ölkələrin miqrasiya xidmətlərinin və məhkəmələrin qərarları var. O adamların heç bir Azərbaycana ekstradisiya olunmayacaq. Hə, İlham Əliyev bu adamları qətlə yetirə bilərmi? Bəli, İlham Əliyev qatildir. Heç şübhə etmirəm ki, qətillər törədə bilər və törədəcəkdir. Çünki bu adamda bu praktika artıq var. Həm ölkənin daxilində kifayət qədər öz tənqidçisini öldürüb, həm də ölkə xaricində, sadaladım ölkə xaricində öldürənlər. Ölkənin daxilində Elmar Hüseynovla başlayan qətillər seriyası davam edir və davam etməkdə də elədir. Həbsxanada Mehman Gələndərliyin qətlə yetirdilər Tiflisdən qayıtandan sonra. Bunların heç birini biz unutmamışıq. Bu qətillərin heç birini unutmamışıq. Xaricdən adam oğrayıb da gətirir. Məsələn, mən Tiflisdən oğrayıb, Rauf Mirqədirovu İstanbuldan oğrayıb, Kiyevdən oğrayıb, ekstradisiya edib gətirdiklər, amma Avropadan heç kəs apara bilməyəcək. Burada məqsəd, yeganə məqsəd insanları, Azərbaycan insanını qorxuzmaqdır. Azərbaycan insanının ürəyinə qorxu salmaqdır. İlham Əliyev hesab edir ki, qorxudan insanlar danışmasınlar Avropada. Bax, sizə bir söz deyim. Bilirsiniz ki, mənim TikTok sayfam vardı. Ən aşağı izləyici videolarımda 40 min, 50 min olurdu. 1 milyona çatan baxış sayı var. İlham Əliyev getdi TikToka rüşvət verdi. Rüşvətlə satın aldı. Mənim səhifəm Azərbaycanda açılmır. Dünyanın hər yerində açılır. Dünyanın hər yerində açılır. Amma Azərbaycanda mənim TikTok səhifəm bağlıdır və TikToka edilən müraciətlərə cavab vermir. İndi məhkəməyə verir. Məhkəmə məsələsi. Bax, indi həbsdə olan Adnan
Bu neft oğrusu. Avropada yaşayan bütün blogerləri məhkəməyə vermişdi. Bax, o Qabildən tutmuş Məhəmməd Mirzəlisinə qədər. Hər birini məhkəməyə verir. Azərbaycan xalqının milyonlarla pulun sərfini bu vəkillərə. Bir dəstədə lotu potu vəkil var. Lox tapıblar İlham Əliyev. Lox. Loxluyurlar. Davada verirlər məhkəməyə. Qabili verirlər, oradan nə bilim Məhəmməd Mirzəlini verirlər, oradan Orxan Ağayev verirlər, oradan Tural Sadıqlını verirlər. Tutarmır bu məhkəmə şeyləri, şikayətləri. Və vəkillər də burada pulsuz işləmir. Bilirsə, ən təzə işə başlayan vəkilin, ən təcrübəsiz, ən belə yeni olan vəkilin bir saatlıq işi 150-200 avrodan başlayır. Cinayət bu kimi cinayət qalmaqallı cinayət işlərini 300-400 avrodan başlayır. Amma Adnangilin tutduğu, Sokarın tutduğu, Azərbaycan hökumətinin tutduğu vəkillər Avropada çox tanınmış vəkillərdir və onlar işin saatı 1000 avrodan aşağı işləmir. Bax gör, Azərbaycan xalqından oğruyurlar pulları, gətirib Avropanın lotu potularına edirlər. O vəkillər hamısı bilir ki, bu məhkəmə işlərinin heç bir perspektivi yoxdur. Ola da bilməz. Ola da bilməz məhkəmə perspektivi. Çünki burada söhbət söz azadlığından gedir. Bura Bakı deyil, bura Türkiyə deyil, bura İslam Tiflis deyil. Difamasiya haqqında qanun var bu ölkələrin hər birində. Bu ölkələrin hər biri insan haqları konvensiyasına qol çəkir. Bu ölkələrin hər biri. Necə ki Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını imzalayıb, eləcə də Almaniya imzalayıb, Fransa imzalayıb, digər Avropa ölkələri imzalayıb. Və onlar imzalarına xəyanət edən adamlar deyirlər, verməyəcəklər bu adamlar. Ya da tutmayacaqlar. Amma Adnangil, Anar Əlizadə, Rövnəq Abdullayev, Adnan tutulunca bir həftə əvvəl Məhəmməd Mirzəli ilə bağlı iddialarını geri götürür. Bilirmiş ki tutulacaqdır diye. Bilirdi tutulacaqdır diye. İçəri gedən ayaq yer saxlayıb ki, bəlkə bunu tənqid etməsin. Və belə vardılar hər biri. Hər biri belədir. Və ona görə də Avropada yaşayanlar üzüm tuturam. Heç sizdən qorxub da diləməyin. Tənqid etmək istəyirlər, tənqid etsinlər. Tənqid edənlərə dəstək verin. Ən azı bəyənin, səhifələrini yayın. İnsanlara mənəvi dəstək olun. Qorxmayın bu sözü. Əliyev indi güclü görünə bilər. Həm o görünə bilər Avropa Birliyinin təhlükəsizlik konferanslarında. Azərbaycanla Almaniya arasında qaz müqaviləsi bağlana bilər. Trump İlham Əliyevi qəbul edə bilər. Amma sizi inandırıram ki, İlham Əliyev Avropada qəbul olunmayan şəxsdir. İlham Əliyevin rejimi Avropa dəyərlərinə zidd olan rejimdir. Bu rejim nə Avropa Birliyinə, nə Avropa Şurasında qucaq açılmayacaq bu rejimə. Nə bilim, hansısa baş nazir, hansısa kansler İlhamın əlini sıxa bilər. Amma burada əqidəsinə dönük çıxmayan deputatlar var. Bu ölkəni ayrı-ayrı şəxslər, bu Avropa ayrı-ayrı şəxslər yox. Toplum olaraq idarə edirlər, parlament olaraq idarə edirlər, Avropa Şurası idarə edir, Avropa Birliyi Parlamenti idarə edir, ölkələrin milli parlamentləri idarə edir və belə İlham Əliyev kimi diktatorlara, baş kəsənlərə bu ölkələrdə qucaq açan olmayacaq, əmin olun. Sağ olun. Və bəyənin, paylaşın bu videonu, həm məni, həm digərlərini. Və sizin hər birinizdən dəstək gözləyirəm. Çünki mən kifayət qədər TikTokda Azərbaycan xalqına sözüm deyə bilirdim. İndi İlham Əliyev Azərbaycan xalqının pulundan oğrayıb, aparıb Çinlilərə verib, TikToka verib. Mənim Azərbaycanda səhifəm açılmır. Dünyanın hər yerində açılır, Azərbaycanda açılmır. Ona görə bu YouTube kanalımı bəyənin, dostlarınıza da deyin, paylaşın ki, biz sizin bilmədiklərinizi deyək. Çünki Azərbaycanda media bağlanır, media yoxdur Azərbaycanda. Azərbaycanda jurnalistlər həbsdədir və reallıq ondan ibarətdir ki, həqiqətləri xaricdə oturanlar çatdıra bilirlər bu dəqiqə. Və bu jurnalist kimi mənim də üzərimə düşən missiyadır ki, sizlərə dünyada baş verənləri, ölkəmizdə baş verənləri çatdırıb. Bunun üçün də mənim kanalıma abunə olun, yayın və başqa adamları da gözləyin. Sağ olun.